hazır. Sizin doğum günü, ağlamasın. Ne yaxşı ki doğuldun, ne yaxşı ki sen vardın. Bugün doğum günü, ağlamasın. Ben senin evini ziyaret ettim. Sen olan ocağın oldun donadı. Sensiz buza dönüp yaman solmuştu. Solmuştu ananın üstü bucağı. Atan həsrətinlə yanırdı baxtal, təsəlli gəzirdi sınıq qəlbinə. Bilmirdi nə ilə məlhəm olsun ki, alışan qəlbinin baladır. Böyük bir abidə salıb adını, orada qulağın da mir alıb səni. Yüzlərlə şəhidin şəkli də var ki, onlar da fəxridir bizim vətəni. 18 yaşında cavan şəhidim, sən tarix yazırsan, tarix olmuşsan. Şəhid severlərin qəlbinə köçür, orada məşqələ salır, orada qalır. Şəhid severlərin qəlbinə köçür, orada məşqələ salır, orada qalır. Doğum günü mübarək şəhidim. Mən sənin görüşünə qucaq-qucaq güllərlə gəlməmişəm. Mən sənin görüşünə kitab-kitab sözlərlə gəlmişəm. Çünki güllər solar. Bir müddət sonra güllər atılar. Amma kitablar qalar. O gün sənin qəhrəmanlığın gələcək nəsillərə bu kitablar sayəsində qalacaq. Ruhun şad olsun şəhidim. Cənnətdə bu dünyada qeyd edə bilmədiyin doğum günü mübarək olsun. Allah anana, atana, qardaşına, bacına sabır etsin. Sənin timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Ziyarətinə gələn bu anaların, şəhid atalarının Allah səbrini artırsın inşallah. Təşəkkür edirəm hər biri bizə. İdarələrdən gələn qonaqlarımız da var bugün. İcra nümayəndəliyi ilə gələnlər də var bugün. Abidənin yanında çıxış eləməyib, danışmaq istəyən kimsə varsa, biz onu eşitməyə hazırıq. Bir-iki kəlmə danışsın, zəhmət olmasın. Bugün qəhrəman şəhid İsmail Qarov Battal Mikayıloğlu'nun cənnətdəki doğum günüdür. Allah şəhidin ruhunu şad eləsin. Bildiyiniz kimi 30 ildən çox düşmən tapdağında olan torpaqlarımızı Battal kimiki doğulanlar 44 günlük müharibə ərzində düşmən tapdağından azad etmiş və Azərbaycanın ərazi suverenliyini bərpa etmişdir. Bizim hər birimizin mənəvi borcudur ki, evlərdə uşaqlarımıza, balalarımıza bu şəhidlərin, igidlərin hansı qəhrəmanlıqları göstərdiyini doğru düzgün aşılayaq ki, onlar da ondan sonraki nəsillərə onu düzgün formada çatdırsın ki, nə qədər ki bu torpaq var, nə qədər ki bu məmləkət var, nə qədər ki Azərbaycan var, bu şəhidlərin adı əsrlər boyu bu torpaqlarda yaşasın və uca tutulsun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Özünüzü təqdim edin, tanıyaq ki, kimdir ziyarətinə gələn qəhrəmanımız. Ərazi icra nümayəndəsi Musayev Əmin. Allah razı olsun, təşəkkür edirəm. Var olun ki, unutmursunuz, unutdurmursunuz. Daima Borcumuzdur, hər birimizin vədələrinə borcudur. qayğı ilə yanaşırsınız. Başqa danışmaq istəyən kimsə varsa eşidək. Əziz və hörmətli şəhid anaları, şəhid ataları, əziz və hörmətli kənd cəmaatı, ilk növbədə mən Quba rayon icra hakimiyyətinin başçısı cənab İlqar Mahmudov adından və Quba rayon icra hakimiyyətinin bütün əməkdaşları adından sizləri salamlayıram. Bütün şəhid analarına, bütün şəhid atalarına Allahdan səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin deyirəm. Onlar bizim 200 il düşmən tərəfindən işğal olunan torpaqlarımızı bizlərə qaytardılar. Onlar Qarabağımız uğrunda canlarından keçdilər. Bizim öz torpaqlarımızı, dədə-baba torpaqlarımızı özlərimizə qaytardılar. İndi hal-hazırda Ali Baş Komandanlığının rəhbərliyi altında Qarabağda quruculuq işləri gedir. Həmin torpaqlarda ki, bizim şəhidlərimizin qanı axıdılıb, qazilərimizin qanı axıdılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dünya hərb tarixində iz buraxan Azərbaycan ordusunun qəhrəmanlığı hal-hazırda da bütün dünya tarixində, hərb tarixində onların keçdiyi döyüş yolu tanınır, keçdiyi döyüş yollarından dərs keçirlər. Çünki onlar bilirdilər ki,
nə uğrunda şəhid olurlar, döyüşürlər. Çünki biz Azərbaycanlılar torpaq uğrunda şəhid olmağa hazırıq, şəhid olmağı da bacarırıq. Onların qəhrəmanlığı nəticəsində bizim Şuşamız, Xankəndimiz, Xocalımız azad oldu və digər rayonlarımız azad oldu. Bizim qəhrəman oğullarımız Xocalı faciəsində canından keçən bizim şəhidlərimizin qisasını 1992-ci ildə başlanan, 91-ci ildə başlanan Qarabağ müharibəsində minlərlə, yüzlərlə şəhid qardaşlarımızın qanını yerdə qoymadılar. Onlar o qisası alaraq özləri də torpaq uğrunda şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun. Allah xalqımızı qorusun. Allah Ali Başkomandanımızı qorusun ki, bu gözəl Azərbaycanımızı bizə bəxş edib və onun uğrunda şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət, onun valideynlərinə, hər birinə Allahdan səbir diləyirik. Allah şəhidlərimizə rəhmət eləsin.